Hər vaxtınız xeyir olsun bizim dəyərli izləyicilərimiz. Bugün də Muxtaroğlu VMMC məxsus olan bir dənə SKT, yəni filtr sistemi olan bir məhsulumuzu sizə göstərəcəm. Baxın ki, görün, orijinal qədər olmasa mən heç nə bilmirəm. Özü də bilirsiniz ki, bütün Azərbaycanda yağ dəyişmə məntəqələrinin 99% məhz SKT filtrlərindən də istifadə edir. Onun da keyfiyyətini gəlin sizə birlikdə göstərim. Baxın, görün, qiymətinə görə bu məhsulun üstünə Azərbaycanda bir filtr var, yoxsa yox, özünüz də görün. Bax, gəlin hal-hazırda nə göstərim sizə? Bax, yağ filtri göstərim. Bax, özünüz də baxın, hansı avtomobillərə gedir? Citroen, Jaguar, Land Roverlər, Peugeotlar, yəni bu hər bir filtrin üzərində bunlar var. Bax, gəlin bir dənə bunun sıxlığını sizə göstərim və bir də gedin həmin avtomobillərin orijinal yağ filtrlərini alın, sıxlığına da baxın, görün. Bu qədərdir. Lap bu qədərdir. Baxın, görün, bu qiymətədir. İçin sıxlığını özünüz baxın. Görürsünüz, bax, için sıxlığını görürsünüz. Bax, bu için sıxlığı. Bax, bu özünün, bax, bax, görürsünüz. Bax, özdə, bunlarda da əyilmə yoxdur. Keyfiyyətə baxın. Hansı ki, keyfiyyətsiz filtr olanda, bax, bunu əlinlə belə əyirsinlər, bu əyrilərin hamısı əyri vəziyyətdə qalmalıydı yerində. Baxın, gördün. Gedin, baxın, bu qiymətə, bu keyfiyyət, harada varsa yazın dinən 2 saat üstə. Bu firmanın var, bu qiymətədir. Bunun qədər də keyfiyyəti var. Mən durmuşam. Bu belə və bir də sizə nəyə göstərim? Eyni iləcə də bir dənə yanacaq filtrini sizə göstərim. Bu da həmin SKT-nin yanacaq filtridir. Baxın, keyfiyyətə, sıxlığa. Baxın, hər şey qaydasında, bütün kodlaşmış nömrəsinə qədər, hardan, necə gəlibdir, daha padval malı ilə bunu səhv salmayın. Baxın, bu da yanacaq filtrinin sıxlığına da baxın, görün, nə dərəcədə sıxlıq var da, görürsünüz. Gedin indi bütün firmaların, orijinalların hamısına baxın və bir də firmalara baxın. Görün bu qiymətə, bu mal harada varsa mən durmuşam. Belə, diqqətinizə görə çox sağ olun. SKT ilə işləyən mühərriklər və yaxud da ki, salon süzgəcləri, hava filtrləri heç bir zaman o mühərrik sizi yarı yolda filtrlə bağlı qoya bilməz. Diqqətinizə görə çox sağ olun.